Azərbaycanlılarla Amerikalıların dostluq barəsində fərqli anlayışını sizə deyəcəm. Deməli, bir dənə rəfiqəm var, sırf Amerikalıdır və yaxşı qızdır əslində, yəni dostluğa da pis deyil, sadəcə Amerikalıdır. Yəni Amerikalı kimi edir dostluğunu. Və mən də buna okeyəm. Neçə dəfə bizə gəlib, stol açmışam, çöldə, bayırda bir yerdə oturmuşuq, hesab məndən belə kişi ortaya düşmüşəm. Keçən dəfə bir yerə getməli idik və bunu gözləyirəm aşağıda. Deyir ki, qalx yuxarı, mən biraz vaxt çəkəcək. Dedim, okey, ilk dəfə onun evinə qalxdım və hazırlaşacağım dediyi şey yemək yiyəcəkmiş. Belə oturdum mətbəxdə. Getdi, yeməyini ısıtdı və qoydu qabağına, başladı yeməyə. Yəni, ac deyildim, ondan deyiləm, amma sadəcə, nə bilim, belə qəribə oldum. Çünki belə, ki, oturub ağzına baxıram kim olur. Yəni, heç olmasa Allahın çayını təklif eləsəydi, ya da nə bilim, istəyirsənmi bir soruşsa, yəni bir təklif elə, ya da heç nə demədən mən oturum maşında sənin gözlüyüm aşağıda. Bir 20 dəqiqə oturub gözləmişəm. Oturub belə yeməyini yeyib, üstündən çayını içib. Və sonunda dedim ki, bir dənə də çay mən ala bilərəm. Biz çayxor bir millətik. Dedi ki, hə, istəyirsənsə, get, siz iç, yəni. Rahat hiss elə. Yəni, nə rahatı. Təbii ki, bizim dostluğumuz bitmədi. Mən başa düşürəm, o elə bir qızdır. Yəni, sadəcə o qədər fərqli. Allahım, bizim dostluqlar... Nə bilim, insan evindəkini satıb dostuna verir. Biz də biraz, Türklər demişkən, abartırıq o mövzuda. Özümüzü istifadə elətdiririk. Amma, nə bilim, çox qəribimə gəldi. Çox qəribə bir vəziyyətdəydi. Böyle çox sakit oturdum. Sadəcə belə hara baxacağımı bilmirəm və söhbət də eləmir. Oturub yemək yiyir. Ay, çox acam, ay, çox acam. Falan. Yavrucuğum. Ay, siz də fikirləşirsiniz bu barədə. Mənim düşdüyüm hallar. Özünüzə yaxşı baxın, sizləri çox sevirəm. Siz mənə daha yaxın dostsuz, inanıram yəni. Bir şey olsa siz mənə daha çox kömək eləyərsiniz, nəinki onlar.